Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyidi çıxarılıb. Bu barədə Sfera Azad Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəza yerinə Nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Renault markalı mini avtomobili aşıb və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən bir nəfərin meyidi çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.